Şagirdlər, bugünkü dərsimizdə bərk cisimlərin və mailələrin xassələrindən mexaniki gərginlik hissəsi qalmışdı. Onun izahını verəcəm sizə, qısa bir izah. Deməli, biz cismi deformasiya elətdirəcəyik. Deformasiya nədir? Xarici qüvvənin təsiri ilə cismin formu və ya ölçülərinin dəyişməsinə deformasiya deyilir. Deformasiyanın iki növü var, elastiki və plastiki. Əgər cisim öz əvvəlki vəziyyətinin deformasiya kəsildikdən sonra, xarici qüvvənin təsiri kəsildikdən sonra cisim öz əvvəlki vəziyyətinə qayıdırsa, belə deformasiya elastiki deformasiya. Qayıda bilmirsə, belə deformasiya isə plastiki deformasiya və ya da qeyri-elastiki deformasiya deyilir. Deformasiyanın özünün, elastik deformasiyanın özünün 4 növü var. Uzanma və sıxılma deformasiyası, uzanma və sıxılma deformasiyası. 2. Əyilmə deformasiyası. 3. Burulma deformasiyası. 4. isə sürüşmə deformasiyası. Əgər cismin təbəqələr arasında yaranan deformasiyası sürüşmə deformasiyasıdır. Burulma zamanı yaranan deformasiya burulma deformasiyası. Əyilmədə də cismi əyərkən yaranan deformasiya əyilmə deformasiyası deyilir. Biz indi uzanma və ya sıxılma deformasiyasından danışacağıq. Məsələn, tutaq ki, bizim hər hansısa bir L0 uzunluqda bir cismimiz var. Həmin cisimdən müəyyən bir kütlə asdıq. Kütlə asdıqda o cismin uzunluğu artdı, oldu L. Buradan hər hansısa bir M kütləli cismi asaraq cismi deformasiya elətdirdik. Deformasiyanın ölçüsü delta L hərfi ilə işarə olunur. Delta L, L minus L0-a bərabərdir. Yəni, son uzunluq, çıxısın başlanğıc uzunluq mütləq uzanmaya bərabər olur. Buna deyəcəyik biz mütləq uzanma. Əgər mütləq uzanmamız müsbətdirsə, o zaman deyəcəyik ki, deformasiya uzanma deformasiyasıdır. Əgər mütləq uzanmamız mənfidirsə, buna deyəcəyik sıxılma deformasiyası. İndi baxaq biz nisbi uzanmaya. Mütləq uzanmanın başlanğıc uzunluğa nisbətinə nisbi uzanma deyilir. Epsilon hərfi ilə işarə olunur. Vahidi yoxdur, adsız kəmiyyətdir. Adsız kəmiyyət. İndi bizim mütləq uzanmamız müsbət olanda nisbi uzanmamız da müsbət olur, mənfi olanda isə nisbi uzanmamız da mənfi olur. Epsilon delta L bölünsün L0 düsturu ilə hesablansa da bizim epsilonumuz, yəni nisbi uzanmamız delta L-dən və L0-dan asılı deyil. Asılı olduğu kəmiyyətləri mexaniki gərginliyi dedikdən sonra yazacaq. Deməli, şagirdlər, cismi deformasiya elətdirdik. Cismi deformasiya elətdirən zaman bu cisimdə müəyyən bir gərginlik yaranır ki, deyirik ki, deformasiya zamanı cisimdə yaranan mexaniki gərginlik sigma həmin cismə tətbiq olunan qüvvənin o cismin enkəsinin sahəsinə olan nisbəti ilə təyin olunur. Bax, buna biz deyəcəyik mexaniki gərginlik. Mexaniki gərginlik. Mexaniki gərginliyin vahidi 1 Newton bölünsün metr kvadratıdır. 1 Newton bölünsün metr kvadratı isə bizdən ötürü 1 Paskala bərabərdir. Biz mexaniki gərginliyin düsturunu mg bölünsün s şəklində də yaza bilərik və yaxud da mg bölünsün pr kvadrat şəklində də yaza bilərik. Əgər enkəsi dairədirsə, pr kvadratı yaza bilərik. Diametrlə yazası olsaq, 4mg bölünsün pd kvadratı ifadəsi ilə də yaza bilərik. Bu, mexaniki gərginliyimizin düsturlarıdır. Yəni, bizim mexaniki gərginlik düsturumuza əsasən qüvvə ilə, kütlə ilə düzmütənasib asılıdır. Mexaniki gərginliyimiz sigma, enkəsin sahəsi ilə isə tərs mütənasib asılıdır. Kütlə və F-lə düz mütənasib asılı, sahə ilə isə tərs mütənasib asılıdır. Bu olur bizdən ötürü mexaniki gərginlik və mexaniki gərginliyin düsturu. Hətta diametrin kvadratı və radiusun kvadratı ilə də tərs mütənasib asılıdır. Yəni, biz belə yaza bilərik. Sigma 1 bölünsün sigma 2 bərabərdir R2-nin kvadratı bölünsün R1-in kvadratı və yaxud da D2-nin kvadratı bölünsün D1-in kvadratı şəklində də yaza bilərik. Bu oldu bizdən ötürü deformasiya zamanı yaranan mexaniki gərginliyin radiusdan, diametrdən asılı.
İndi bərk cisimləri deformasiya elətdirən zaman biz kiçik deformasiyalardan danışacağıq. Kiçik deformasiyalar üçün Hooke qanunu bundan ibarətdir. Hooke deyir ki, kiçik deformasiya zamanı cisimdə yaranan mexaniki gərginlik nisbi uzanma ilə düz mütənasib aslıdır və sigma bərabərdir Y vurulsun epsilon düsturu ilə hesablanır. Bu Hooke qanunudur. Hooke qanunu. Kiçik deformasiyalar üçün Hooke qanunu. Sigma bərabərdir Y vurulsun epsilon. Burada Y-ni təyin eləyəsi olsaq, Y bərabərdir sigma bölünsün epsilon ifadəsini alarıq ki, Y-yə biz deyəcəyik Young modulu. Young modulu. Əslində Young modulu nədir? Nisbi uzanması vahidə bərabər olan cisimdə yaranan mexaniki gərginlikdir ki, Y bərabərdir sigma. Yəni, yalnız növdən asılıdır. Yalnız növ. Və Young modulunun vahidi bizdən ötürü olacaq 1 Pascal. Artıq biz 3 dənə kəmiyyət tanıyırıq ki, üçünün də vahidi Pascaldır. Bu Young moduludur, təzyiqdir və mexaniki gərginlikdir. Young modulu yalnız növdən asılıdır. İndi biz sigmanın həm Y vurulsun epsilon, həm də F bölünsün S düsturlarını nəzərə alası olsaq, onda biz F bölünsün S bərabərdir Y vurulsun epsilon ifadəsini alarıq. Bəli, buradan epsilonu təyin eləyəsi olsaq, nisbi uzanmamız olacaq F bölünsün YS. Artıq bu ifadələr bizdən ötürü nisbi uzanmanın asıl olduğu kəmiyyətləridir ki, nisbi uzanmamız F ilə M ilə düz mütənasib asılıdır. Yəni, bu düsturu biz belə də yaza bilərik ki, MC bölünsün YS şəklində. Və bizim nisbi uzanmamız epsilonumuz sahə ilə, növlə tərs mütənasib asılıdır. Kütlə və qüvvə ilə düz mütənasib, sahə və növlə isə tərs mütənasib asılı olacaq. Nisbi uzanmanın asılı olduğu kəmiyyətlərin düsturu bax budur. Bu nisbi uzanmanın asılı olduğu kəmiyyətlərdir. Yadda qalsın, qəbul imtahanına bununla bağlı suallar düşür. İndi nümunə suallarının izahında da buna aid sualları vurgulayacağım. Deməli, şagirdlər, biz ifadəmizi təyin elədik. İndi bu iki ifadənin bərabərliyindən gəlin sərtlik əmsalının düsturunu çıxardaq. F-imiz bərabər olur S vurulsun, Y vurulsun, epsilon. Biz burada F bərabərdir S vurulsun, Y vurulsun, epsilon yerinə delta L bölünsün L0 ifadəsini yazarıq və bizim F-imiz K delta L-dir. Yəni, elastiklik qüvvəsidir. Onda biz K delta L bərabərdir S vurulsun, Y vurulsun, delta L bölünsün L0 ifadəsini alarıq ki, delta L-ləri ixtisar eləsək, o zaman K üçün belə bir ifadə alarıq. Y vurulsun S bölünsün L0. Bax, bu da sərtlik əmsalının asıl olduğu kəmiyyətlər. Yəni, bizim sərtlik əmsalımız aslıdır Y-dən, S-dən və L0-dan. Delta L-dən aslı deyil. Gəlin, onları da çəkək. Deməli, K sərtlik əmsalı S-dən asıllıq, Y-dən asıllıq. Sonra K sərtlik əmsalımız L0-dan asıllıq. Bir də K sərtlik əmsalının diametr və radiusdan asıllığı. Şimdi biz bu asıllıqlara baxası olsaq, S ilə Y ilə düz mütənasib asılıdır. L0 ilə tərs mütənasib asılıdır. D və R ilə kvadratik düz asılıdır. Onu da düstur olaraq yazmaq istəsəniz belə yaza bilərsiniz. Pi R kvadratı Y bölünsün L0 ifadəsi ilə yaza bilərik ki, radius və diametrdən də asıllığı kvadratik asılı olacaq parabola. Bu da sərtlik əmsalının asıllıq ifadələri. İndi gəlin mexaniki gərginliyin epsilondan asıllıq diaqramını verib yekunlaşdıraq. Deməli, bizim mexaniki gərginliyimiz, sigmamız epsilondan necə asılıdır? Deməli, biz cismi müəyyən qədər deformasiya elətdirəndə düz mütənasib artacaq, birdən-birə cisimdə uzanma baş verəcək, sonra biraz da qüvvə tətbiq edəcək, nümunə dağılacaq. Deməli, bizim qrafiklərimizdə bu ifadələrdən istifadə edəcək. Sigma yazacağıq mütənasiblik, sigma elastiklik,
Sigma axma həddi, bir də sigma möhkəmlik. Deməli, deyəcəyik ki, hüquq qanunun ödəndiyi maksimal həddə hüquq qanununun ödəndiyi maksimal həddə deyirlər mütənasiblik həddi. Qalıq deformasiyanın yarandığı həddə deyəcəyik elastiklik həddi. Nümunənin axdığı həddə deyəcəyik axma həddi. Və nümunənin tab gətirə biləcəyi maksimal həddə isə möhkəmlik həddi deyəcəyik. Möhkəmlik həddi. Möhkəmlik həddinin mexaniki gərginliyə nisbətinə isə möhkəmlik ehtiyatı deyilir və möhkəmlik ehtiyatı da N hərfi ilə işarə olunur. Bu da bizim birinci hissənin son mövzusu. Şagirdlər, kanalımıza abunə olmağı unutmayın. Əgər sizin də bilmək istədiyiniz hər hansısa bir mövzu və yaxud da hər hansısa bir sual varsa, şərh bölməsində yazmağı unutmayın. Sağ olun, təşəkkür edirəm.